32 illik həyatımda ilk dəfə idi ki, mənə pay gəldiyini görürdüm. Kənddən əmim qızı mənə gavallar göndərib, belə bəmbərk, tumtuş gavallar idi və mən qərara gəldim ki, ondan qəşəng bir gavalı döyməcə hazırlayım. Çünki qışda çox qəşəng gedir. Sulu yeməklərin yanına istər olsun, istər kebabların yanına olsun, çox gözəl yaraşır. Buna görə də gavallarımı ilk olaraq qəşəng-qəşəng yuyuram. Daha sonra isə kiçik ölçülərdə kəsirəm. Kənddən gəldiyi üçün və içərisində heç bir dərman olmadığı üçün çürüklərin olmağı normaldır. Həmin hissələri təmizləyirəm. Yaxşı-yaxşı doğrayıram. Videoya baxanda belə ağzım sulanır. Çünki dadlı, çox ləzzətli bir şey alınmışdı. Yəni məndən olsa bu dəqiqə yeyərəm, heç qışı gözləyə belə bilmərəm. O dərəcə çox dadlı idi. Qəşəng-qəşəng doğrayırıq gavallarımızı xırda ölçülərdə. Əgər istəsəniz, əgər evdə varsa əlinizin altında, içərisinə bir göyəm və yaxud da alça da əlavə edə bilərsiniz. Məndə əlimin altında yox idi, marketə də getməyə vaxt olmadı. Ona görə əlavə edə bilmədim. Daha sonra isə üzərinə 2 dəstə cəfəri, 2 dəstə reyhan doğrayırıq. Və 3 diş sarımsaq mən əlavə etdim. Əgər sizdə evdə varsa daha çox edə bilərsiniz. Mənim sarımsağım bitmişdi, ona görə cəmi 3 diş əlavə edə bildim. Sarımsaqlarımı da əzib sonra doğrayıb üzərinə əlavə edirəm. Növbəti olaraq isə üzərinə 1 yemək qaşığı şəkər tozu, qaşığa dəhşət çox doldurmuram və 1 qaşıq yarım duz əlavə edirəm. Siz duzu ağız dadınıza uyğun ayarlaya bilərsiniz. Yaxşı-yaxşı qarışdırıram, qəşəng-qəşəng hər tərəfi qarışdırıram. Daha sonra isə 2 saat suyunu buraxması üçün bir qıraqda saxlayıram. Çünki gavalı suyunu gec buraxan meyvədir və bizə lazımdır ki, bol-bol suyunu buraxsın ki, meyvələr susuz qalıb xarab olmasınlar. Suyunu da çəkdikdən, buraxdıqdan sonra isə qəşəng bankalara doldururam. Məndə 2 banka alındı. Bankaları maksimum sıx doldurmağa çalışıram. Çünki qaynayan zaman içərisində azalır və soyuq suyun içərisi doldurduğum bir qazanın içərisinə dəsmal yerləşdirib bankaları üzərinə qoyub 25 dəqiqə qapağı örtülü bir şəkildə qaynadıram. Qaynadıqdan sonra isə qapaqları presləyirəm. Biraz o tərəfə bu tərəfə yelləyib, soyuyana qədər saxladıqdan sonra soyuducuda 1-2 gecə saxlayıb, daha sonra sərin bir otaqda saxlayıram.